Sərin Berlin axşamından sizi salamlayıram əziz dostlar. Çox qısa müddətli bu şəhərə gəlmişəm və axşamlar biraz boş vaxtım olur. Ona görə də nümunəvi Azərbaycanlı olaraq planda shopping centerlər, istirahət mərkəzləri, pub, restoran yox, mədəniyyət mərkəzləri və arxamda gördüyünüz bu Admiral Palace teatrını misal üçün tədbirlərə yazılmışam. Baletdir, operada, teatrdır və imkan elədikcə də muzeylərə gedəcəm. Həmçinin burada bir həmvətənliyimiz var. Hafiz qardaşdan xahiş edim, kömək eləsin. Yəni onun qəbrini tapsam, oraya gedəcəm. Belə, gedəyə görə başımıza nə gəlir. Bu da Admiral Palace'ın interyeridir. 1910-cu ildə bu teatr tikilib. Ondan qabaq nə bilim bura hamam olub, nəsə tikmək istəyiblər. Amma teatrın tikiliş tarixi 1910-cu ildir. İlk dəfə də bura gəlirəm. Əlbəttə ki, ilk dəfə Berlinə gəlirəm. Daha çox şey gözləyirdim, açıq deyim. Yəni daha çox şey gözləyirdim. Daha çox çəkişanlı gözləyirdim. Amma sizə deyim ki, az dramaya çata bilməz. Yəni belə bilmirəm, sadəlikdimi, nə bilim, bəzək əksiylikdimi. Görək, tamaşa var bugün. Şilkunçik, ne deyərlər, rus dilində adlı. Biletini də almışam. Nussnacker, Nussnacker ingilisində, alman dilində. Görək bunlar oyun çıxarda bilirlər, yoxsa yox.